Değerli izləyicilər, bugün sizlərə Aspire platforması barədə məlumat verəcəyik. Ora platformaya beləcə sayti yazıb daxil olmaq olar və ya Play Marketdən siz buradan yükləyərək də davam edə biləcəksiniz. Baxın, mən yükləmişim artıq. Siz də yükləyirsiniz. Daha sonra burada daxil ol düyməsi var. Buradan platformanı izləmək olur, amma daxil ol düyməsinə döndükdən sonra daha rahat. Biz hər hansı bir şagirdin hesabına daxil olmağa çalışacağıq. Siz də öz hesabınıza, şagird və ya müəllim hesabına daxil ola bilərsiniz. Gördüyünüz kimi məlumatlar burada verilir. Daha sonra hesaba keçid edirik. Yusuf Əliyevin hesabıdır bu. 6-cı sinif şagirdidir. Səhv etmirəmsə. Burada görürsünüz riyaziyyat 5, 6, 7, 8, 9, 9-cu siniflər üçün buraxılış imtahanı hazırlıq və ya 9-cu sinif materialları olan videolar var. Daha sonra burada görürsünüz layihənin idarə edilməsi ilə bağlı videolar var. Daha sonra qrant müsabiqə müraciət müəllimlərə aiddir. Science for Year 2 İngilis dili DİM Dövlət İmtahan Mərkəzi, yəni riyaziyyat, ingilis dil kursları var. Gördüyünüz kimi 6 dənə kurs riyaziyyatdan, daha sonra ingilis dildən 2 dənə kursumuz var. Buradan belə kurslara müraciət baxa bilərsiniz. Gördüyünüz kimi DİM ilə bağlı 9 və 11-ci siniflər üçün yenidir bu artıq. Beləcə daha sonra nəyimiz var? Burada bölmələr də var. Hesaba daxil olandan sonra mütləq ki, hər hansı bir kursa daxil olaq. Riyaziyyat kursuna, riyaziyyat üzərinə vurduq 6-cı sinifə və burada baxış, kursun məzmunu, daha sonra materiallar, təqdimatlar göstərir burada. Sonra bibliografiya. Biz baxışa davam edirik. Burada 13 saatlıq 72 video var. 51 fail var, yəni test, sınaq və s. Dərslərə davam edirik. Ev tapşırıqları, təqdimatlar və viktoriyalar var. Burada baxış və məlumat verib Arzu müəllimədir. Təhsil işləri üzrə direktor müavini, orta məktəb riyaziyyat müəllimidir. Arzu müəllimə, onun videolar onundur. Kursun məzmunu, ümumi məlumat verir burada. 5-ci sinifdə keçirilənlər, adi kəsirlər və s. Gördüyünüz kimi məlumatlar burada hamısı öz əksini tapıb. Çoxluqlar, funksiyalar, hər hansı birinə daxil oluruq. Burada yükləyə bilərsiniz. Yükləyəndən sonra artıq internet olmasa belə izləyə bilərsiniz. Videonu burada izləyirik. Burada gördüyünüz kimi dərsin qısa məzmununu burada qeyd edib, video izləyəcəkdə baxa bilərsiniz. Daha sonra qeydlər, özünüz qeydlər apara bilərsiniz. Salam əziz şagird.